Uşaqlıq boynu xərçəngi qadın reproduktiv orqanlarının xərçəngləri arasında bütün dünyada, eyni ilə də Azərbaycanda ilk sıradadır və uşaqlıq boynu xərçənginin yaranması üçün bir qadın orqanizmində HPV virusundan yoluxması lazımdır və bunun üçün müəyyən bir müddət lazımdır. 10-15 il ərzində HPV ilə yoluxduqdan sonra risk faktorları da varsa, HPV aktiv formada uşaqlıq boynu xərçənginin patologiyasını yaradırsa, 10-15 il ərzində bir patologiya uşaqlıq boynu xərçənginə qədər irəliləyə bilər. Bu zaman müddətində çox təəssüf olsun ki, erkən mərhələlərdə heç bir simptomatika vermədiyi üçün və xanımlarımız da çoxu zaman müayinələrə getmədikləri üçün gecikmiş mərhələlərdə müraciət edir. Və Azərbaycan statistikasına baxsaq, 60%-in üzərində xanımlar 3-cü, 4-cü mərhələ uşaqlıq boynu xərçəngi ilə mərkəzimizə müraciət edir. Uşaqlıq boynu xərçəngindən qorunmağın əsas yolu skrininq testlərinin, HPV testinin və PAP testinin aparılmasıdır. Hər iki test onkoloji testi, uşaqlıq boynundan adi ginekoloji müayinə zamanı kiçik fırçalarla götürülən ağrısız, heç bir əks göstərişi olmayan testlərdir. Bu testlərin nəticələri normal gəldiyi halda HPV testimizi 5 ildən bir, PAP smear testimizi 3 ildən bir təkrarlaya bilərik. Təbii ki, ginekoloji müayinə zamanı həkimin gözlə gördüyü hər hansı bir patologiya varsa, kolposkopiya müayinəsini aparmağı məsləhət bilirsə və yaxud da ki, sadaladığım testləri daha erkən müddətdə yenidən götürmək qərarı verirsə, o zaman 3 və 5 il sadaladığım tarixlər bir qədər erkən də aparıla bilər. Qeyd elədiyim kimi, uşaqlıq boynu xərçəngi geniş yayılmış patologiyadır. Xanımlar arasında istər bütün dünyada, istər Azərbaycan statistikasında erkən mərhələlərdə heç bir simptomatika vermir. Qorunma üsulu isə rutin müayinələrə getmək və skrininq testlərini aparmaqdır. Xoş gördük. Necəsiz doktor? Yaxşı, sağ olun. Siz necəsiz? Təşəkkür edirəm. Hər kəsin sabahı xeyirli olsun. Bugünkü gündə də xoş xassəli şişlərə, uşaqlıqda yaranan xoş xassəli şişlərə toxunacaq. Bunların müalicəsi varmı? Varsa da hansı müalicə metodları var? Bugün xoş xassələrdən danışaq. İstəyirsiniz bəd xassəlilərdən danışaq? Danışaq. Uşaqlığın ümumiyyətlə xoş xassəli törəmələrindən danışırıqsa, hər zaman deyirik, uşaqlıq əzələvi bir orqandır və çox rast gəldiyimiz onun elə əzələ qatından inkişaf edən düyünlərdir. Miomalar, fibromiomalar, fibroid düyünlər, bax bu adlarla, müxtəlif adlarla bəlkə də xanımlarımız daha çox İlk öncə ultrason müayinəsindən keçir, belə bir düyün aşkar olunduqda həkimə gedirlər və bu sadaladığım adlar demək olar ki, eyni patologiyanı bildirir. Bəzən pasiyentə deyirəm, mioma var sizdə, yox, məndə fibromiomadır. Yəni, eyni bir diaqnozdur. Yəni, əzələ qatından inkişaf edən bir düyünlərdir və çox hallarda asimptomatik keçir və xanımlar sadəcə profilaktik müayinədə və yaxud da ki, başqa bir orqanın patologiyası üçün yoxlananda aşkar olunur. Yerləşməsindən və ölçüsündən asılı olaraq simptomatika verə bilir. Əzələ qatı uşağın orta qatıdır, daxili qatı endometrium və üzərindən örtən bir seroz qatı var. Orta qatı miometrium dediyimiz bir təbəqədir. Burada yaranır və inkişaf istiqamətinə görə müxtəlif adlarla adlandırılır və biz həkimlər olaraq da Figot klassifikasiya deyilən bir klassifikasiya var ki, hansı ki miomaların yerləşməsinə görə bölünür. Daha çox bizim simptomatika ilə gördüyümüz düyünlər 2-ci, 3-cü skor düyünlərdir, hansı ki miometriumun özündə yerləşən və daha çox qanamağa meyilli olan və submukoz miomalar, yəni boşluğa doğru inkişaf edən 0-1-ci skor miomalar, 2-ci skor, bunlar daha çox qanama verir deyənə və ağrı hissi də verir deyənə daha çox xanımlar bununla bizə müraciət edir. Amma qeyd elədiyim kimi adətən kiçik ölçülü olur, simptomatika vermir, profilaktik müayinədə aşkar olunur və xoş xassəli düyünlərdir. İndi biz sonra onun malignizasiya olma ehtimalına da toxunarıq təbii ki, miomaların. Adətən xoş xassəli düyünlərdir və əgər qarın boşluğuna doğru, kiçik çanaq boşluğuna doğru, daha düzgün desəm, inkişaf edirsə, buna deyirlər subseroz miomalar. Hansı ki, bunlar adətən əgər sidik hissəsinə doğru inkişaf edirsə, bağırsağa inkişaf edirsə və böyük ölçülü olursa, o zaman həmin sadaladığım orqanların əlamətlərini verə bilər. Tez-tez sidiyə getmək, sistit əlamətləri, gecə bir neçə dəfə yuxudan durğuzur xanımlar və yaxud da defikasiya aktı zamanı
narahatçılıq hissi, yox artımlara doğru inkişaf edirsə, o zaman bir qalça nahiyələrində xanımların dediyi kimi sağ tərəfdə, sol tərəfdə, qarnının alt tərəfində ağrılar, bax bunlarla da özünü biruzə verər. Yəni simptomları böyük ölçülü olduqda subseroz, yəni kiçik çanağı inkişaf edən miyomalarda bu əlamətlərdir. Miometriumun özündə lokalizasiyasına görə müxtəlifdir. Bəs ölçüsü hər hansı bir əhəmiyyət daşıyır mı? Ölçüsü çox kiçik ölçüdən tutmuş 20, 25, 30 santiyə qədər miyomalar ola bilər. Düşünün ki, biz bunu praktikamızda görürük və 25 santim miyomaya qədər, 30 santim miyomaya qədər böyüdən xanımlarımız var ki, bunu artıq görməmək, hiss eləməmək, o biz universitetdə oxuyanda deyirdilər tələbə diaqnozu. Bu tələbə diaqnozudur. Yəni çünki kiçik çanaqdan artıq qarın boşluğuna doğru inkişaf eləmiş bir törəmədir. Qarın həcmini böyüdür, orqanların yerini dəyişir. Əllə də baxdıqda qarnınızda bərklik bir hiss eləyə bilirsiniz. Belə də müraciət edən pasiyentlərimiz var, amma çox kiçik bəzən olur 1 santimetrlik, santim yarımlıq bir miyoma, submukoz yerləşmiş, amma qanaxma verir. Yəni, sırf ölçüsünə bağlı simptomatika kiçikdirsə vermir, böyükdürsə verir. Belə bir təbii ki, durum yoxdur. Əgər miometriumda və yaxud da ki, submukoz, yəni endometriumu deformasiyadan və boşluğa doğulan bir miyoma varsa, o kiçik ölçüdə olsa belə simptomatika verə bilər, qanama şikayətləri verə bilər. Miyomalar adətən profilaktik müayinədə simptomsuz bəlkə də aşkar olunur. Hər bir miyoma cərrahi əməliyyat olunmur. Əgər simptomsuz keçirsə, 2, 3, 4 santimlik bir miyomadırsa, biz onu nəzarətdə müşahidəyə buraxırıq. Bəzən ehtiyac olduğu halda hər hansı bir preparatlar təyin olunur. Bəzən isə heç onlar da təyin olunmur. Simptomatika yoxdur, kiçik ölçü, ultrasonda bir şübhəli sahəsi olmayan bir düyündürsə, biz həmin miyomaları nəzarətdə saxlaya bilirik. Kodlaşma sistemi var. Var, əlbəttə kodlaşma. Yəni, sadəcə radioloji müayinələr deyil, məhz hər hansı bir qan testində müəyyən genlər, antigenlər yoxlanaraq da üçün xanımlar tərəddüd yaşayır. Çünki biz hər zaman deyirik ki, şiş artıq görünürsə, mən öz fikrimi bildirim, bu artıq gecikmiş və məlum məsələdir ki, formalaşan istər bəd xəstəliyi olsun, istər şiş bir tümördür. Əsas onu daha öncəsində, daha erkən mərhələdə aşkarlamaqdır. Məhz ona görə həmişə deyirik ki, həkim seçimində də diqqətli olmalıyıq. Bizə demirəm tam belə hüceyrə səviyyəsində histoloji analizlərə qədər geçsin, amma ən azından daha erkən mərhələdə ətraflı müayinələri apararaq bir profilaktik təqibə alsın. İlhamiyə xanımın hər zaman efirlərdən o şiş bir tumor həqiqətən ona yanaşmağınız fərqlidir. Mən sizin ümumiyyətlə nə dediyinizi anladım. Bəli, xoş xassəli bir törəmədən söhbət gedirsə də adı üzərində bir törəmədir. Biz təbii ki, giriş hissədə nədir ümumiyyətlə bu xəstəlik deməliyik. Onun onkoloq kimi də fikrimi bildirəcəm. Ümumiyyətlə risk faktorları nədir onun xərçəngə keçməyində? Ümumiyyətlə miyomanın yaranmasına səbəblər nədir? Bunları zaten biz danışdıqca biləcəyik. Xoş xassəli törəmədir, xərçəngə keçə bilərmi? Keçə bilər. Bu həqiqətən malignizasiya uğramamış. Çünki bunlardan yaranan xərçənglər sarkomalar deyilən bir xərçəng növü olur ki, və onkoloqlar bunu bilir, pasiyentlərimiz də bilsin ki, ən təhlükəli gedən xərçəng tiplərindən biridir sarkomalar. Bütün növlərində, yoxsa konkret olaraq? Adətən miyomaların bütün çox faiz, 95% üzərində biz sarkomalar kimi bir malign cavab əlimizdə alırıq. Ona görə miyomalardan əgər biz söhbət ediriksə, onların malignizasiya ehtimalı az olmuş olsa da belə, yəni bilin ki, malignizasiya olduğu halda çox vaxt aqressiv bir formaya keçdiyi üçün, yəni onu göz ardı eləmək olmaz. Bir də bir tumordan söhbət gedirsə, sizin dediyiniz kimi skorlama, yəni onu yoxlama, həqiqətən bu xoş xassəlidirmi, bəd xassəlidirmi, diferensiyasiyası eləmək, bu çox önəmlidir. Bəzən olur ki, biz təbii ki, miyomalardan danışanda dinamikada böyümə göstərən ultrason görüntülərində şübhə olan miyomalar, təbii ki, onun vaskulirizasiyasına baxırıq. Ehtiyac olduqda MR müayinəsi eləyirik, MRT müayinəsində xüsusi bir kontrastlanma falan görürüksə, o zaman daha bu təhlükəlidir deyirik də. Amma ki, ölçüləri nəzərə alsaq da biz bu böyümə dönəmdə, bu böyüyürsə, burada malign ehtimalı var, bunu yaradan faktoru araşdırmaq var. Amma bəzən 3-4 santimetrlik miyomla da bədxassəli ehtimalı olduğu durumlar olub. Bu çox nadirdir, amma rastlaşdığımız durumlar
olur. Yəni, bir tumordan, miomadan söhbət gedirsə, ümumiyyətlə onkologiyada biz hər zaman bunu qeyd edirik. Söhbət miomdan getmir, söhbət polipdən, yumurtalıq kistalarından getmir. Əgər bir tumor varsa, onun diferensial diaqnostikası aparılmalıdır. Və əmin olduqdan sonra ki, burada hər hansı bir sizin dediyiniz bədxasiyyəli problem yoxdursa, onun müvafiq müalicəsi aparıla bilər. Ümumiyyətlə, onkologiyada belə bir cümlə var. Əgər xərçəng yoxdursa, yerdə qalanını asanlıqla həll edə bilərik. Yəni, diferensial diaqnostika miomalarda da çox önəmlidir. İstər poliplərdə, kistalarda diferensial diaqnostika aparılması önəmlidir. Hər mioma bir mənalı xoşxassəli olacaq deyə bir durum yoxdur. Yenə də müayinələr əsasında onu dəqiqləşdiririk. Ümumiyyətlə, qadın orqanizmi yarananda tumorla yaranmır. Bəli. Əgər yeni əmələ gəlmiş bir şişdən danışırıqsa, yeni əmələ gəlmiş bir törəmədirsə, o yoxlanmalıdır. Yəni, bu törəmənin xoş və bəd diferensiyasiyası olunmalıdır birinci ili. Daha sonra xoşdursa, pasiyentə 3-6 ay aralıqla, daha sonra ildə bir dəfə nəzarət protokolu verilir. Ölçüsündən, ultrason nəticəsindən, klinikasından nəzərə alaraq. Anamnestik məlumatlar hər zaman biz bunu deyirik. Sadə müayinələrdən müayinə başlayır. Birinci, pasiyentdən ətraflı məlumat almasın. Genetik meyilli yoxlanmalıdır. Ümumiyyətlə, hər bir xəstəliklərdə genetika çox önəmlidir. Xüsusən də ki, uşaqlıq cisminin və yumurtalığın törəmələrindən danışanda biz bunu daha çox deyirik. Ona görə aşkar olunmuş hər hansı bir yeni törəmə varsa, anamnestik məlumatlar toplanır, ginekoloji müayinədə baxış aparılır. Bəzən ultrason müayinəsi ilə pasiyent müraciət edir ki, 4 santimetrlik bir düyündür. Ginekoloji müayinədə hər zaman mən bunu deyirəm ki, bimanual müayinəni unutmayaq. Güzgülərlə müayinədən başlayıb, daha sonra bimanual müayinəyə keçirilməlidir. Və bimanual müayinədə bəzən uşaqlığı əlləyyəndə görürsən ki, o 4 santimetrlik miomadan və uşaqlığın özünün ölçüləri o qədər böyükdür ki, o qədər ağrılıdır ki, səthi o qədər kələ-kötürdür ki, və pasiyentə deyirsən ki, bax, bu uşaqlıq miomanın hesabına üstə gəldi, bəlkə də ola bilər adenomyoz fonunda daha çox böyüyüb. Ağrılarınızın səbəbi bəli bu uşaqlıqdır. Təbii ki, o halda dərhal əməliyyat qərarı alınmır. Çünki yaş önəmlidir. Hər bir patologiyada yaş çox önəmli faktordur, klinik əlamətlər önəmlidir. Ona əsasən qərar verilir. Yoxsa bir ultrason müayinəsində 3 santimli bir mioma gördük, dərhal cərrahə əməliyyat aparmaq olmaz. 3 santimetrlik mioma bir 6 ay sonra 4 santim oldu, hə, böyüyür, gəl bu dəqiqə cərrahə əməliyyat eləyək. Və yaxud da hər hansı bir hormonal testlər gedək. Bayaq çox gözəl bir söz dediniz ki, hər bir halda biz bəzən biopsiya analizlərinə getmirik. Bəzən miomalarda gedirik. Biopsiya analizləri önəmlidir. Elədiyimiz, əgər bizim əlimizdə ona çata biləcək bir durum varsa, xüsusən də ki, bayaq qeyd elədiyim kimi, deformasiyadan, boşluğu deformasiyadan klinik əlamət verən qanayan miomalarda mütləq və mütləq bir biopsiya analizi alınmalıdır. Bu yaxınlarda baxdığım bir pasiyentim, anasında endometrium xərçəngi, çox düyünlü mioma, amma nəzarətdə saxladığım bir pasiyentdir. Qanama ilə müraciət elədi. Bu dəfə görürəm ki, düyünlərdən biri submukoz olaraq yerləşir, boşluğa doğru. Məsələn, o pasiyent özü də cavandır, 42 yaşı var. Heç mən də göstəriş bilməm. Pasiyent özü də uşaqlığın çıxardılmasını istəmir və o halda biz ona gistroskopik cərrah əməliyyat elədik. Birinci, anamnestik məlumatları nəzərə alaraq ki, anada endometrium xərçəngidir, biopsiya məqsədini. İkinci, həmin düyünü biz gistroskopik üsulla, yəni aşağıdan uşaqlıq çıxardılmadan götürdük. Yəni, hər bir vəziyyətdə... Bu, erkən mərhələdə gəldiyinə görə uşaqlığın qorunma... Xeyr, erkən mərhələdə deyil. Əslində, qanda mərhələ uşaqlıq miomalarında qoyulmur. Yəni, pasiyent qanayıb, bəli, tez müraciət edib, amma miomalar bu zamana qədər... Yəni, kəsib ata bilərik uşaqlığı? Xeyr. Ümumiyyətlə, konservativ miomektomiya deyilən bir cərrah əməliyyat var. Cavan xanımlarımızda dərhal, elə çox düyünlü miomada biz simptomatikada versək, dərhal biz bu uşaqlığı çıxardırıq deyə bir durum yoxdur. Hər zaman deyirik, reproduktiv dönəmdə hormonların ifraz olunduğu və bütün orqanizmin, istər süd vəzləri, istər dərinin, istər ürək-damar sisteminin bu hormonlara ehtiyacı olduğu halda mioma diaqnozu ilə bəzən qanama verir, submukozal bir düyündür. Dərhal ekstirpasiya dediyimiz uşaqlığın çıxardılması, bir də pasiyentlərimizin bir istəyi var ki, heç nə qalmasın, hamısını götürün. Yəni, yumurtalıqlar da gedir və daha sonra menopoza, erkən menopoza. Bəs erkən
Premenopoza girən bir xanım, buradan zaten mənim qəbulumda olanların hər kəsə bu söz deyirəm, buradan efirlərdən çatdırım. Əgər bir hormonları bizim bədənimizə yerləşdirəndə qurban olduğum məsləhət bilinib ki, bu hormonlar azalacaq, müəyyən bir yaşa gələndə artıq qanda bu hormonların konsentrasiyası tamam düşəndə biz adətdən kəsəcəyik. Düşünün ki, sizin orqanizmin hansı ki estrogen, progesteron reseptorları bizim orqanizmimizin hər bir orqan və toxumasında var, sümüyümüzdə var, ürək-damar sistemində var. Niyə xanımlarda menopozdan sonra ürək-damar problemləri artır, o zamana qədər çox olmur? Çünki estrogenlər protektor, qoruyucu bir funksiyasını yerinə yetirir. Və dərhal bir qadını 42, 41, 38, 36 yaşında miomaya görə erkən klimaksa salanda siz 50 yaşından sonraki 10 il ərzində yaşayacaqlarınızı düşünün, bir 15-20 il öncədən yaşayırsınız. Və xəstəliklərin digər orqanlarda olan xəstəliklərin yaranma riskini artırırsınız. Hər halda bu xəstə istəyi üzərinə reallaşmır. Çox təəssüf olsun ki, bəzi durumlarda elə xəstəliklərin üzərində də reallaşan durumlar olur ki, ümumiyyətlə bir daha buradan səslənim, həkimin işinə müdaxilə eləmək düzgün deyil. Hər bir xəstəlik diaqnozunun özünün xüsusi bir görüntüsü var. İstər instrumental müayinələrdə, istər klinik müayinələrdə. Klinik və instrumental müayinələr biz elə belə demirik ki, baxın başlayırıq anamnezdən, qeyd elədiyim kimi ginekoloji kresloda müayinə, daha sonra instrumental müayinələr. Qanın analizləri baxmaq lazımdır, feritinin səviyyəsinə bax, hemoqramın səviyyəsinə baxmaq lazımdır. Bu qanaxma olduğu hallarda. İlham xanım, bəzən qanaxma olmur pasiyentdə. Gəlir, başqa bir səbəbdən terapevtə gedir və yaxud da ki, gematoloqa gedir. Məlum olur ki, bunun qan göstəriciləri bu vəziyyətdədir. Pasiyentdən bir ultrason müayinəsi yoxlayanda görürlər ki, qarın boşluğunda bir 10 santimetrlik miom var. Hansı ki, bu miomun hesabına bəlkə də subseroz yerləşmişdir. Amma bunun qidalanması olduğu üçün pasiyent onu hiss eləmir. Bəzən də adətləri bir qədər gür görməyə başlayır. Deyir, elə adətim gürgü olur da. Şişin böyük bir ölçüyə gəlib çatması bir gecədə deyil axı. Bu, hər zaman dediyimiz bir məsələdir. İstər xoş xassələrdə, istər... Biz hələ də bu bariyeri aşa bilmirik. Yəni, mioma, çox sayda miomalar, qanaxmalar şiddətli şəkildə, ağrılar şiddətli şəkildə, hələ də uşaqlığın çıxarılması ilə nəticələnən əməliyyatlara bugün bizim qadınlar gedirsə, biz o zaman niyə bu kütləyə danışırıq? Mənası nədir o zaman? İlham xanım, miomalar ümumiyyətlə çox, yenə də deyirəm, çox lokalizasiyalı, yəni çox inkişaf istiqamətindən asılı və çox müxtəlif ölçülərdə və çox müxtəlif klinikada özünü göstərirdi. Yəni, miomalardan ümumiyyətlə çox müxtəlif danışmaq olar. Yəni, deyir, sizə fikir ayrılığı yarana bilər. Çünki lokalizasiya çox önəmlidir. Lokalizasiyadan sonra ölçü önəmlidir. Hər bir halda cərrah əməliyyat olunmalıdır. O önəmlidir. Klinikasız da olur. Klinikasız da olur. Klinikasız da olur. Amma rutin müayinələri gətirəcəyik. Ona gətirməyə çalışıyorum. Rutin müayinələri zaten gətirəcəyik. Biz hər zaman dediyimiz, baxın, mən birinci cümləni başladım. Adətən xanımlar bilmir. Sadəcə profilaktik müayinəyə getir. Baxın, deyirəm ki, özünü halsız hiss edir. Dəri və sehli qişaların rəngi avazımış, baş ağrıları. İnandırım sizi, heç ultrason keçmədən də gedin bir qan analizi poliklinikada verim, görün mən niyə halsızam. Verəndə görürlər qan göstəriciləri çox aşağıdır. Gematoloqa getmək lazımdır. Bu bizim, bundan da danışanda çox təəssüf olsun ki, bir qədər başlayırlar ki, səhiyyədə nə bilim bu oldu. Xeyr, poliklinikanın öz işi var. Poliklinikadan sonra gəlir ixtisaslaşmış müəssisələr. Kiçik bir belə deyə paketi sizə poliklinika yoxlayır və görürsünüz hemoqlobin aşağıdır, feritin aşağıdır. Təbii ki, bir gematoloqun konsultasiyasını istəməlidir. Artıq ixtisaslaşmış müəssisədir. Gematoloq bunun nəyə bağlı olduğunu araşdıranda məlum ola bilər ki, eyni ilə necə mədə problemləri, bağırsaq qanamaları buna səbəb ola bilərsə də, eyni ilə də daha çox belə qan azlığının yaranma səbəbi bir qadında qadın cinsiyyət orqanlarının problemlərinə aid olur və çox vaxtı da elə miomalara aid olur. Artıq ondan sonra müraciət edirlər. Təbii ki, biz tam müayinələri aparırıq. Müayinələr dediyimiz ultrason bayaq qeyd elədiyim kimi ehtiyac olduqda MRT müayinəsi. Amma cərrahi əməliyyat qərarı dərhal alınmır. Təbii ki, burada bir çox faktorlar nəzərə alınmalıdır. Və hər bir halda cərrahi əməliyyat və böyük cərrahi əməliyyatlar olmalıdırmı? Yəni, uşaqlığın çıxardılması. Xeyr, miomalarda, konservativ miomektomiyalarda icra olmalıdır. Onu da qeyd edim ki, bəzi klinikalarda, yəni,
çox az klinikalarda cümləmi düzgün deyim, frozen dediyimiz təcili histoloji müayinələr aparılır. Hansı ki, biz miyomada bir şübhə gördüyümüz halda bizim o şəraitimiz var, Milli Onkologiya Mərkəzi olaraq. Əməliyyat olunan zaman tumoru histoloji müayinəyə göndərib 20-25 dəqiqə ərzində biz orada gemostaz yaratdığımız halda yerindəcə bizə bir nəticə deyilir ki, orada maligndirsə, yəni bədxassəlidirsə, xoşxassəlidirsə, ona görə də əməliyyat həcmini genişləndirir ya da ki, bitiririk. Bəs bunu biopsiyaya əsasən əməliyyata almırıq xəstəni? Biopsiya ümumiyyətlə hər bir endometrial və uşaqlıq cismi patologiyalarında biopsiyalar olunmalıdır. Bu protokoldur, qayda qanundur. Cərrahə əməliyyatdan öncə... Bədxassəli, aldınız əməliyyatı. Əməliyyatda bir də kütləni göndərirsiniz. Xeyr, əgər təsdiqlənmiş xərçəng əməliyyat öncədən qoymuşuqsa, diaqnoz bəzi miyomalarda, onu da qeyd edim. Baxın, endometrial boşluqdur. Biz endometrial boşluğa daxil olub, oradan bir biopsiya analizi alırıq və bu miyomalar, əgər endometrial boşluğa tutalım deformasiya doğulubsa da, biz onu rezektoskopla çıxardırıq. O halda əgər bədxassəli bir durum gələrsə, artıq təsdiqlənmiş bir durumdur. Biz cərrahə əməliyyatımızı icra elədiyimiz halda o xəstəni xərçəng cərrahə əməliyyatı kimi icra edirik. Yəni, o zaman tam uşaqlığın çıxardılması artımlarla birlikdə bir də çanaq limfadenektomiya dediyimiz qalça damarları ətrafında olan limfa düyünlərini çıxardırıq. Çünki bu onkoloji prinsiplər bunu tələb edir. Ona da əgər vaxtımız çatsa... Onu əməliyyat, o dediyiniz əməliyyatxanada... O əməliyyat öncəsi əlimizdə histoloji nəticə xərçəng cavabımız varsa. Əgər biz elə bir durumdur ki, subseroz bir düyündən söhbət gedir, bir 10 santimlik düyündür və aparılmış ultrason MRT müayinəsində tam dəqiqliklə miyoma yazılmırsa, nekroz yazıla bilər daxilində, malign şübhəsi yazıla bilər və biz əgər şübhə ilə götürürüksə bir düyünü, o zaman cavan bir xanımı əməliyyata tutalım, götürmüşüksə, axı uşaqlığını çıxartmaq istəmirik, o düyünün özünü götürürük, histoloji müayinəyə göndəririk və yaxud da elə fərq eləmədən uşaqlığı çıxardacağıq postmenopauzal dönəmdə bizə şübhə varsa ki, bu düyündə bir malign ehtimalı ola bilər, o zaman biz frozen histologiya istəyirik. Yəni, frozenə əsasən əgər bədxassəli gəlsə, o zaman da əməliyyatın həcmini artırırıq. Yəni, şübhə ilə əməliyyata girmək nə dərəcədə üzgüldürücü nəticə verə bilər? Elə onkologiyada belə bir hallar ola bilər. Şübhə ilə əməliyyata girdiyimiz durumlar ola bilər. Eyni də yumurtalıq törəmələrində. Yəni, yumurtalıq törəmələrindən biz biopsiya eləyəm. Əməliyyata alırlar, orada bilinəcək ki, nə var? Göstərişdir. 10 santimetrlik bir düyündən söhbət gedir, şübhəli bir düyündən söhbət gedir və oradan biopsiya ala bilmirik. 10 santimetrlik düyün. Düyündən söhbət gedirsə, əgər, təbii ki, biz orada subseroz yerləşmiş bir düyünsə və yaxud da ki, yumurtalıqda yəni bir biopsiya, zaten bu cərrahə əməliyyata gedəcək və biz görürük, bu operabil bir soluqyadır. Bu ayrı fikirdir, bu başqa bir... Çətin mövzudur, İlhamə xanım. Bugünkü çox çətin mövzudur. Tələb eləyir. Amma 10 santimetr ölçüsünə gəlib çatması həqiqətən də məni təəccübləndirir. Təəccübləndirməsin. Ümumiyyətlə 1 santımı 1 il kimi götürürük. 1 santımı 1 il kimi. Bəzən 6 ay müddətində də kənara çıxma durumlarda böyümə ola bilər, 1 santim götür. Amma biz tutalım 1-10 santimetri bir ton... Çox sürətli böyümə deyilmi 1 santimetr 1 ildə? Yox, 1 santimetr əsnə qalanda... 8-10 il göstərilmir? Yox. Yəni, xanım 10 il öncəsində... Əgər biz hər hansı bir miyomadan, cismin törəməsindən söhbət gedir, əgər uşaqlıq boynundan söhbət gediriksə, bəli, orada bir 6-7 santimlik bir düyün düşünürüksə, onda deyirik ki, bir 10 ilin, 11 ilin bir törəməsidir. Təbii ki, bunu heç bir protokollara əsasən, biz onu 1 ildə 1 santim böyüyəcək deyən belə bir statistika yoxdur. Bunu sadəcə klinik olaraq biz bunu deyə bilirik. Şübhə etdiyiniz kimi ən azından təqribi bir informasiya da ötürə bilərik. Təqribi informasiyanı ötürürəm. Bunun böyüməsi üçün, mən demirəm 100%, 10 il. Amma haradasa təqribi bir rəqəm vermə ehtimalları var. Sizin dediyinizdə praktika olaraq tam haqlısınız. Yəni, çünki bu bizim gündəlik işlətdiyimiz bir sözlərdir. Yəni, bir pasient müraciət edirsə, yenə də 10 santimdə qalaq da, 10 santimetrlik bir törəmə ilə, ay doktor, bu mənə əlamət vermirdi, yəqin təzə əmələ gəlib. O zaman təbii ki, bizim cavabımız bu təzə törəmə deyil.
Yox, bu törəmə sizə bir 8-10 il ərzində var deyirik. Əməliyyat növləri üçün nəyə uyğun seçilir? Xəstəyə individual yanaşma var hər halda. Xəstəyə, təbii ki, cərrahi əməliyyatlarda xəstəyə individual yanaşma var. Lokalizasiya, simptomatika, yaş çox önəmlidir. Əgər böyük ölçülü bir düyündürsə, pasiyentin yaşı varsa, simptomatikası varsa, bəli, orada böyük cərrahi əməliyyata da gedə bilərik. Amma çox kiçik bir düyünlərdirsə, submukoz yerləşmiş bir düyünlərdirsə, asimptomatikdirsə, bəzən yəni müalicə də eləmirik, nəzarətdə saxlayırıq. Bəzən submukoz miomaları gastroskopik rezeksiya eləyirik. Mirena adında progesteron tərkibli spiral var, pasientlərimiz yəqin ki, onu bilir. Müalicə üsulu budur. Yəni, miomalar lokalizasiyasına, ölçüsünə, simptomatikasına görə və yaşına görə pasiyentin individual qərar verilir. Cərrahi əməliyyat olunsunmu, olunmasınmı? Təbii ki, cərrahi əməliyyatlarda laparoskopik, gastroskopik və açıq cərrahi əməliyyatlar şəklində 3 formada ola bilir. Doktor, təşəkkür edirəm gəldiyinizə görə. Xoş oldu sizinlə söhbət. Qarşılıqlıdır. Minnətdaram. Bir daha xatırladım. Onkoginekoloq Könül Mərdanova studiyamızın həkim qonağı idi. Kolposkopiya üzrə mütəxəssisdir. Milli Onkologiya Mərkəzi şişonu xəstəliklərin diaqnostikası və müalicəsi şöbəsində fəaliyyətini davam etdirir. Müraciətlərinizi edə bilərsiniz. Geyimə görə Lady Şarm mağazasına təşəkkürümü bildirim. Xanımlar, sizə səsləmək istəyirəm. Yeni kolleksiyalar var. Buyurun, Nərmanov metro stansiyası çıxışında yerləşən Lady Şarm mağazasının filialına müraciətlər qəbul olunur. Yeni kolleksiyalar var. Telefon nömrəsində xatırladım 099 324 01 31. Buyurun, müraciət eləyə bilərsiniz. Bugünlük bu qədər.